Nazir Mavin ilə Azərland Şaf Açıq Səhmdar Cəmiyyətinin sədrini nə birləşdirir? Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çeviriblər. Azərland Şaf Açıq Səhmdar Cəmiyyətində baş verənlər artıq adi idarəetmə problemi kimi görünmür. Bu qurum ətrafında dolaşan iddialar dövlətin yaşıllaşdırma siyasətinin hansı vəziyyətə düşdüyünü açıq şəkildə göstərir. Mərkəzdə isə iki ad dayanır: Cavid Abdullayev və Vüqar Kərimov. Yeni Çağazda yayımlanan məlumatda problemlər açıq şəkildə qeyd olunur. Cavid Abdullayevin adı son aylarda daha çox narazılıqlarda hallanır. Quruma rəhbərlik edən şəxsin sahələrə nəzarət etmədiyi, ərazinin real durumundan xəbərsiz olduğu, iş rejiminin formal xarakter daşıdığı barədə ciddi ittihamlar mövcuddur. Dövlətin milyonlarla manat ayırdığı bu sahənin bu qədər xaotik idarə olunması isə artıq insanlarda başqa suallar yaradır. Ən təhlükəli məqam budur ki, bu yaratmaz vəziyyətin arxasında himayədarlıq sisteminin dayandığı iddia edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun adı məhz burada ön plana çıxır. Qurum daxilində və sahəyə yaxın çevrələrdə dolaşan iddialara görə Cavid Abdullayevin bu posta gətirilməsi peşəkarlıq seçimi yox, şəxsi münasibətlərin nəticəsi olub. Vüqar Kərimov Cavid Abdullayevin məhz dostluq münasibətlərinə görə Azərland Şaf Açıq Səhmdar Cəmiyyətinə təyin etdirib. Bugün Nazirliyin və Azərland Şafın fəaliyyəti ilə bağlı bəzi suallar hamını narahat edir. Bu dövlət qurumları idarə olunur, yoxsa yaxın çevrələr arasında bölüşdürülür? Yaşıllaşdırma sahəsinə cavabdeh olanlar doğrudanmı ərazilərin vəziyyətindən xəbərsizdir? Niyə bu qədər şikayətə baxmayaraq heç kim məsuliyyət daşımır? Xocəsəndə yerləşən 6 saylı yaşıllaşdırma idarəsinin ətrafında yayılan görüntülər vəziyyətin hansı həddə olmasını bir daha sübut edir. Vaxtilə xüsusi layihə kimi təqdim olunan zeytun ağacları ilə nümunə göstərilən ərazilərin bugün baxımsız vəziyyətdə olduğu bildirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əkilən zeytun bağlarına nəzarət itib, orada inəklər gəzişir. Dövlətin qorumalı olan yaşıllıq sahələri isə taleyin ümidinə buraxılıb. Bir tərəfdən tribunadan yaşıl dünya ekoloji inkişaf ağac əkmə layihələri barədə danışılır, digər tərəfdən isə dövlətin yaşıllıq sahələri baxımsızlıq içində çökür. İnsanları qəzəbləndirən də məhz budur. Vəzifə kreslosunda oturanlar məsuliyyət daşımır, amma dövlətin imicinə zərbə dəyir. Bugün Azərland Şaf Açıq Səhmdar Cəmiyyəti ətrafında dolaşan suallar cavabsız qaldıqca həm Cavid Abdullayevin, həm də Vüqar Kərimovun adı daha çox müzakirə olunacaq. Çünki cəmiyyət artıq şəkil çəkdirən tədbirlərə yox, real nəticələrə baxır. Əgər dövlətin milyonlarla manat ayrılan yaşıllıq sahəsində nəticə zeytun bağlarında otlayan inəklərdirsə, deməli problem təkcə torpaqda deyil, problem idarə etmənin özündədir. Və ən təhlükəlisi budur ki, quruyan təkcə ağaclar olmur, dövlətə olan etimad da yavaş-yavaş quruyur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.